Əziz gözəl dostlar, Rusiya-Amerika arasında danışıqlar gedir ki, Ukrayna barədə savaşları bitirməsi üçün. Hər kəs bu savaş bitirəcək dediyin bir danışdığı bir ərəfəsində mənə də bəziləri sual verir ki, Nadib bəy, nə görürsünüz? Nə hiss edirsiniz? Əziz gözəl dostlarımız, həm gördüyümüz, hiss etdiyimiz şeylər belədir ki, bu savaş senaryosu bitirəcəm deyən, daha da çox alovlanan bəzi qərarların bugünkü gün az da olsa hardasa razı olsa da sonuç olarak razılaşmayan bir çox şeylər olacaq və bu süni şəkildə geçsə də sonra daha böyük savaşlara gəlib çıxacağını, alovlanacağını, Avropaya qədər, Avropanın bəzi ölkələr, orada NATO ilə qarşı durmaların olacağı qədər gəlib çıxacaq. Mən bunu sizə bugün deyirəm, bu sakit olacaq deyən vaxtında. Biraz sakit olduğu kimi biraz göstərsə də sonuç mən dediğim kimi olacaq.